Şagirdlər və valideynlər necəsiniz? İnşallah əla olarsınız, salamatçılıq olar. Biz sizinlə bugün bir kesim görəcəyik. Bu kesimi ola bilir ki, müəllimə sala bilir, mənə sala bilir. Deyirəm ki, sala bilməyəcək bu müəllimələr. Çünki bunu düşməyəcək, mən özüm üçün nümunə gətirim və sizlərə başa düşərsizlər. Bəlkə ola bilir, düşə bilər. Bunu əslində mən qurmuşam, mən eləmişəm. Sizə bunu mən də sizə bunu paylaşıram sizinlə. Bugün mən üçün mətnin adı Parkda gəzinti. A variantı, A, B variantı, A variantı Parkda gəzinti. Və aşağıda yerini yanarsınız, sizə görə yazdım. Parkda gəzinti. Keçən bazar günü ailəmlə birlikdə parka getdik. Hava çox gözəl idi. Günəş parlayır, quşlar oxuyurdu. Parkda çox adam var idi. Uşaqlar qaçıb oynayırdılar. Kimisi velosiped sürür, kimisi isə otların üstünə gəlirdi. Mən də kiçik qardaşım ilə yeyləcəkdə əyləndim. O əvvəlcə qorxurdu. Sonra isə çox xoşuna gəldi. Anam isti çay və şirin kökə hazırlamışdır. Kəməkdən çıxarıb hamıya payladı. Kökələr çox dadlı idi. Atam limonad daha götürmüşdü, onu da içdi. Sonra bir şəkil çəkdi. Bir şəkildə hamımız bir yerdə dayanmışdı. Atam şəkilləri telefona yükledi. Nənəm bizimlə idi. O kamerada oturub dostu ilə söhbət edirdi. Onlar köhnə günləri xatırlayırdılar. Birdən göy üzü bulutlandı. Yağış yağacağını hiss etdik. Tez əşyaları yığışdırıb evə gətirib yollandıq. Yağış evə çatanda başladı. Pəncərədən yağışı seyr etdim. Bu günü heç vaxt unutmaram. Gözəl xatirələr yaddaşımda qaldı. Növbəti bazar günü yenə gəlməyə söz verdik. Mətnə aid suallar, 7 dərs sualdır. Çoxlu suallar mətnə aid bu ev elə deyilər. 8 isə qrammatik. Cəmi 15 dərs sual var. Müəllim ailəsi ilə hara gedib? Hara gediblər? Parka gediblər də. B variantı. Yəni qeyd edeyim sizə görə. B variantı. Oy. Görək sizə görə çox qalandı. Nə variantı? B variantı. Kinoya getməklə elə bir söz deməyim. B variantı. 2. Parkda uşaqlar nə edirlər? Qaçıb oynayırdılar. Asan mətnini, sizə görə asan mətnini yazmışam, qurmuşam. Siz bunu yaza bilərsiniz deyə nümunə kimi. Heç nə. İndi keçdik nəyə? İndi keçdik 3-cü sual. Yatırdılar heç nə. Yatırdılar nə var? Yatırdılar olmaz. Heç şəkildə. Müəllif kiminlə yayılacaq? Müəllif yəni uşaq deyil, amma müəllif də ola bilər. Müəllif kiminlə yayılacaqda əyləndi? Nə yazaq? Kiminlə yayılacaqda əyləndi? Varmı bu mətnin? Bir deyil, baxaq görə mətninə. Uşaqlar qaçıb ona kimsə də olsa anam istəyir, o kiçik qardaşı ilə yeylənirdi. Sizcə elə C variantı. Bu nə idi? Mən nə deyək? Anası ilə, atası ilə, kiçik qardaşı ilə olacaq. 4. Anam nə hazırlamışdır? Sindviç yox, isti çay sizcə. Təbii bu isti çayla bundan olmayacaq. B variant. Mətnin sualları hamısı var. Kiçik mətnlərdə olur. İndi keçdik 5-ci suala. Deyir ki, atam əlavə olaraq nə götürmüşdü?
Yazırsınız uşaqlar. Qəhvə, limonad. Qəhvə deyil, A deyil, süt deyil, kompozisyon anası idi. Anası gətirmişdi. Yox, anası çay gətirmişdi diyor. Burada nə olacaq? B-ni neçə yazıram ki? B variant. 6. Müəllif nə qədər şəkil çəkirdi? Deyən görək. Burada gözləyək. 2 şəkil çəkirdi. Sonra 5 şəkil çəkirdi. 5 şəkildə qalmış bir yerə dayanmışaq. Şəkilin terörlüsünü eləmə. Bizim heç xoşlanmasıyla. Hatırlayın. Gəlin yazaq. Test. Yəni, burada limonat idi. Tərcümə yazaq. İki şəkildir. Allah! Nə tez yadımdan çıxır. A idi, 2 şəkil, 5 şəkil. Bilirəm şimdi. Atam elə onu ölçülmüşdü. Qəhvə yox, limonad ölçülmüşdü. Burada 5 şəkil idi. Qeyd edək. Yazılan pasta neydi? Niyazətlə elədi. Niyə ölçəklə elədi? Əslində olar. 2030 ilə söhbət edirdi. Şirkətini yatırırdı. Şirkətini belə olsa. Məntiqsizdir. Şirkət bilməz. Şirkət bilər əslində. Elə nələr var. Şirkət bilir. V variantlar qısa konkret. Bəli. İndi keçdik 8-ci suala. Qaydalar keçdik ümumiyyətlə. Qaydalar keçdik. Gözəl sözü hansı nöqtə hissəsində? Gözəl. Gözəl görməmişsiniz. Gözəl sözü eşitmişsinizsə. Gözəl nöqtə hissəsi. Sifət. Sifətdir. Sifət. Gözəl insanı deyirsən, gözəlinsə isim deyil. Sifət. Cavab B variant. 9-da sözü haşanın bir aşağıda nümunə kimi vermişəm. O adımlar yəni bir 2 saata. Şimdi sözü hansı haldadır? Orada kal. Əslində mən belə eləməyəcəm. Çinlə qoyacam. Dostum. Mən elədim, mənim dostum ola bilər. Məsələn, dostum həyətdə, ikincimə qoydum, həyətdə səmaya günəşə məyaqdır. Günəşə baxırdı. Baxın. İndi siz mənə bu cümlə var, dostum həyətdə günəşə baxır. Bax, gör hansı cavab olacaq. Əsasında mən özümlə cümlə qoyum, daha da mənə çətinləşir. Amma birincisi, dedim də, A idi. Amma ikincisində isə fərqli olacaq. Təbii ki də günəşə baxırdı. Yəni yönlü çal. Cavab C variant. Cümlə qurmuşam. Yəni günəşin alanı altı hal birinin cümlə var. Bu cümlə qeyd edəcəksiniz təbii ki də. Keçdik 10-cu suala. 10-cu sual.
Bəli, keçək indi 10-cu suala. Çox adam ifadəsində adam sözü niyə təkli işlənib? Səhv işlənib cəm olmalıdır. Çox adam ifadəsində adam sözü niyə tək işlənib? Çox adam. Çox sözündən sonra isim təkli işlənib. Mənə görə nə olacaq? Ki, adam tək olduğu üçün niyə tək işlənib? Gəlin araşdıraq uşaqlar. Yorulmuşam o qədər. Çox sözü. Gəlin axtaraq. Bəli, adam sözündə həm cəmdə, həm də təkli ola bilər. Burada çox adam sözü niyə təkli işlənib? Çünki adamın yanında təkli işlənibdir, yəni adam tək olduğu üçün. Yəni çox sözündən sonra isim təkli işlənib. Biraz araşdıraq, nə ola bilər? Bəli uşaqlar, burada çox sözündən sonra isim təkli işlənib. Yəni burada adam tək olduğu üçün yəni fərq olur, adam cəm də ola bilərdi, yəni araşdırdım da, yəni adam tək olur, cəm də ola bilərdi. Yəni çox sözündən isim təkli işlənib, yəni ona görə də nə olur? Burada B variant olur. D variant olmur. B variant. Aha, işlədik indi bunu. Geçək indi 11-ci sual. 11-ci sualda deyir ki bağışlayın, çox üzrlü sayın, səhvlik elədim ona görə. Burada hani qalmışdı 11-də. 11-də deyir ki, kiçik qardaşın sözündə qardaşın hansı şəkli alıb? Burada kiçik qardaşını şəkli məcburiyyət şəkli verilirsə, təhsil hal şəkli, yönlü hal şəkli. Burada məcburiyyət şəkli söz olacaq. B variant. Keçək indi 12-ci suala. 12-ci sualda deyir ki, isti çay sözü hansı halındadır? Mən istəyirəm cümlə quracaq. Birinci isti çay adlı halındadır. Çay. Amma mən sizə cümlə quracaq. Adlı halındadır. Cümlə quracaq. Biz yola gedərkən orada isti çayı gördük. Burada nə olacaq? Təslik al. D variant. Cümlənin olsa, mən məsələn belə cümlə qoydum. İndi keçək o birisi suala. Deyir ki, amma burada şərtdə belə verildiğinə görə şərtdə almalıyıq. Çünki şərtdə də deyir A. Burada A variant. Keçək 12. Səbətdən sonra hansı aldanı çıxışlı qaldı. Şərtdə belə deyilsə, belə yiyəcək. Amma cümlə deyəndə yolda gəzərkən səbətdə
də götürdüm. 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 Bax, belə cümlə olar. Səbətdə burada yerli olacaq təbii ki də, yəni C variant. Amma şərtdə belə istədiyinə görə D variant. C olacaq burada cümlələ C. Amma sintaktikdə belə olmalı cümlədə. Mən özüm cümlə belə qurdum. Amma bizdə deyir ki, şərtdə elə deyir. Şərtdə istəyir ki, şərtdə isə D variant olacaq məcbur. Çünki şərtdə elə deyir. Amma cümlə də ola bilər. Yəni, mən isə əlavə nümunələr, cümlələr qura bilirəm. Keçək 14. 5 şəkil ifadəsinin şəkil sözü hansı formadadır? 5 şəkil təşkildir də. Yəni, söz hansı formadadır? 5 şəkil təşkil xeyir. Təşkildir. Bəli, bu qədər idi. İndi keçək o birisi səhifəmizə. Deyir ki, şəkilləri sözü hansı haldadır? Şəkilləri. Nəyi? Burada uşaqlar. Nəyə ki? Hansı halda deyir şəkilləri? Nəyi? Təsirli hal. Təbii ki də təsirli hal B variantdır. Ondan sonra keçək o bir səhifəyə təyin olunmuşdur. Amma belə orta cümlədə biz uşaqdan mənim xəttim də o qədər yaxşı deyil. Biraz olacaqsa biz şagirdini və yaxud da şagirddən şəkildə olanı dedi. Deyir, yazmış öyle, bir şagirdlərə şəkildə olan, bir şagirddən yox, bir şagirdlərə şəkildə olanı dedik. Şəkildə. Nədə? Yəni, burada yerlik olsa da yerlik yoxdur. Şu hamın yerinə yerlik. Yəni, D variant olacaqdı. Amma bizdə belə şey demirdi. Şərtini özünə elə deyir. Ona görə əlavə özünə cümlə yazmışım deyə. B variantı keçir indi o birisi səhifəyə. Tez ol, uşaqlar, tez ol. Aha. Keçdik B variantı. Bu günlük bu qədər çox video çəkdim və 20 dəqiqəlik video. Bu günlük bu qədərdir uşaqlar. B variantını sonra çəkəcəm. Adını qeyd edin. Adım Ayxan Tağızadə. Neyse, bu günlük bu qədərdir. İnşallah like atıp abunə olarsınız. Mənə sevindirəsiniz. O bir variantını çəkəcəm. Bir variantını çəkəcəm deyini. Görüşürək. Hələlik özünə yaxşı baxın. Əgər başa düşmədinizsə şərhə yaza bilərsiniz. Hələlik görüşürək. Sağ olun. Abunə olmağı unutmayın. Gəlin. Sağ olun.